Salamlar YouTube. Bugün sizlərlə birlikdə Supermarket Together'ın ikinci bölümünü çəkirik və yeni gəlişmələr yeyəcəyik. Üstünə daha da qoyacaq, marketimizi daha da böyüdəcəyik və başlayırıq. Bugün çox əldönənki bölümdən bildiyiniz kimi xatırladığınız qədərlə bunları bura qoyduq. Soyduğumuzu qoyduq, kasterimizi qoyduq. İndi bir dənə marketə girdik. Salam Salih, sən necəsən? Aleyküm salam, yaxşıyam, sizəs. Marketimizə girdik. Poxun içində işləmək olmaz, düzdür? Marketimizin qiymətləri də sərfəli. Məsəl üçün, gəldiniz zeytinyağı almaq istədiniz, çörək almaq istədiniz, $2, ucuz. Mən deyərdim ki, mən tez sifariş verirəm. Ne bileyim sifariş verməmişdən əvvəl. Bacə baxaq, nələrimiz boşdur. Onları dolduraq. Acaba marketdə burada çay var. Yeni mallardan düzməmişik heç. Sən vur sifariş. Mən şəkər tozumuz yox idi. Hərəsindən 2-2 də bildik də. Yağ lazım idi. Taktikimizi bildik ondan sonra hərəsindən 2-2. Sonra alta bir dənə un boşdu. Unu bir dənə sifariş elə. Bir dənə zeytun yağı da yəqin vurmusan sifarişə. Ol əli sanırsan bu işi çözdün. Bu sözü bacarırsan. Bax bir dənə də makaron yəqin vurmusan sifariş. Ola. Şey. Alabas hali bir dənə bundan, bir də ki makarondan sifariş verirəm. Əla bir dənə bundan, bir dənə makarondan açdım. Sən Aa, bir pulumuz yoxmuş. Salih, pulumuz yoxmuş. bilirəm, mən indi aldım ona görə. Marketi açdığında yəqin. Xeyirli uğurlu olsun inşallah. Marketimizdə açdıq, alış-verişimiz başlayır. Salih kassada başladı. İndi pulumuz yığıldıqca mən də şey deyəcəm. Sən seyir bölümdə gördüyünüz kimi şeydən aldıq biz Halloween partisindən oyuncaq. Qəşəng partladı. Mağazamızda yüksəldi. Bu yenə müştərilərlə şikayətçidir. Tamam, müştərimizə bax, biri animelər damsı. Tamam. Sonra kassadan sıxılsan deyərsən, pulumuz doldu. Mən elə pulumuz gəlmişkən dəqiqə sifarişlərimizi şey deyim, $59 gəldi. Ola görürsən başlayan kimi $100 vurduq. Əvvəl heç $100 çətin keçirdik. Bütün mallardan olsun ki, müştəri də etiraz eləməsin də. Bir dənə də makaron qoydum bura. Ola, çox səliqəli göstərdi marketimiz. Elə bura 2 dənə raf keçsək, bu rafları dibə qədər düzsək, yəni bu bölümdə çox əla şeylər eləyəcəyik. Bu bölümdə çox ağır şeylər olacaq, amma bundan sonraki bölüm vəbşi. Partladacaq. Mən bir su da alacam, çünki hərəsindən bir dənədir. Bax, bir su, bir dənə də süd. Hərəsindən 2 dənə olsun. Orası sırayla düzmədi, önəmi yoxdur. Onu satılacaq mallardır bunlar. Bir dənə suyumu qoyuram. Uşaqlar, video keçməmişdən və dəstək üçün də bu qaş. Aşağıdan like-ını at ki, bu video daha çox adamların önünə çıxsın. Bir də bəyəndinizsə abunə olun. 1000 abunəyə doğru gedirik. Let's go da. Birinci günümüz bitdi. O qədər gözlədik ki. Biz marketi bağladım. Nəsə qoymaq lazım. Ya da aç getsin. Bağlama. Saçdım. Bağladım. Açsın təzə. Sən onlara diqqət elə, nə əksiydi onlardan aldın. Məsəl üçün, baxın, bir dənə pulumuz yığılsın təzə. Yumurta qoymuşuq. Bu şey sarı. Bunlara südlərə, zadlara, su yerinə. Onları qoymuşam. Bir də Halloween şeyimiz azdır. Onlardan qoyum çünki istəyən var da. Bu Candy'dən yoxdur, var. Şey var, hayalet var, bu var, pişikdən var. Bu şeydən oyuncaqdan yoxdur. Məsələn, bu qız kimidən verdim sifariş. Bundan verdim. Hərəsindən bir sırada verirəm. Yəni yapışdıraq bu səliqəli şeyini. Ola $325 tutur. Biz bundan bir $1000 vurarıq. Kassadan sıxılsan keçərəm mən. O pul yığılsın, mən şey eləməyəcəm. Ağaca təmizləyirəm, yerləri təmizləyirəm. $325 olsun. Onları qoyum. Olursan ola bir dənə sifarişə sən önce $50-60 aparsan. Sonra marketimizə qəşəng işıqlandırma eləyirik, divarları boyayarıq. Buradan bir dənə belə sıra rəfi gəlsə möhtəşəm olar. Peki marketimizi böyütmək lazım. Neçə pul idi? Ben baxım. $800. Məncə bölüm eləyə bilərik. Məncə eləməliyik bu bölüm, çünki part 2 ya da ki part 2 deyək, yer böyütməli məcburiyyətin deyək, yaxud rəflər düzə bilərik. Bəli. Salih bəy, şeylər düzə bilər, rəflər axıra qədər. Olar, o da olar. Baxın da. Bu market dizaynına görə sonra məsələn hər böyütdükcə 2-2 gedək də, yəni şeydən çıxmayaq. Tam buranı biz indi məsələsində məhəllədə olduq, market çıxılı market ondan o. Yeri böyüdən kimi olacaq, Araz marketi, reklam işbirliyi deyək, telefon.
Sonra olacaq biz uje supermarket. Hələ indi marketik, supermarket olmağımız hələ var. 325 dollar aldım. Bu nə deyir? Achievement məşğuliyyət deyir. Şeydə yəni nailiyyət. Para artır falan şeydi. İndi salib bir dənə mallar aldım bax indi. Bax 325 dollara bunu almışam. İndi bu saniyə 1000 dollarımız olmalıdı bundan bir yerdə. Yəni satılsa əgər gecə satılır. Mən malları belə düzməyə başlayıram. Halvin aldım. Arxa bizim halvindir də. Ona yəni qərarlaşdırdıq. Bu bundandır, yox. Hələ ki səliqənin başını buraxdım. Tez-tez qoydum, amma yenə də düzəcəyim qədər düzümdə. Məsələn, bunun yanına bir dənə də bundan gəlir. Allah saniyə, mükəmməl düzürük. Bəlkə gördüm qiymətləri artırdım yenə. Məsələn, 7 Amma dollar. bahalı oldu. Məsələn, bu 3.20-dir. Mən bunu eləyəcəm. 7 yox, bunu 8-ə yapışdırıram. Daha böyük markedik biz. Bu neçədir? 1.70. Mən bunu 7-yə yapışdıraram. 6-ya yapışdırıram. 6 yaxşı. 5. 5 okeydir. Sonra bu 7 dollarda 8 eləyə bilirəm mən bunu. 8-ə bu yapışdırma eləyə bilirəm. 9 eləyə bilmirəm. 8.20 olur. 8.30 olur. 8.50 bəs. Olur. 8.60 olur. 8. Valla mən bunu qəşə qiymətə qoydum. Valla qiymətləri artırıram. Pulu vurmalıyıq. Bu bölüm çox şey eləməliyik. Qiymətdən şikayət edən olsa baxıram. Düşürdərik. Bax şikayət edən yoxdur. Onda 12 dollara qaldırmağın vaxtıdır. Şikayət edən yoxdur. 13 dollar salam. Görüm nə deyəcək bu qiymətə. Mən heç görmədim ha şikayət edən. 5 dollarlıq şeyi 13 dollara satıram. Razıdırlar. Razıdırlar. Mən bu qiymətini yenə artırıram. Ama o şirketi belli 60 dolarla bazarı. Ola vallah qiyməti alırsınız, etiraz eləmirsiniz. 15 dollar salam. 10 dollar salam. 9, 8, 7 nöqtə. O en pahalı bazarlık indi oldu bugün. 71 dolar. Oldu. Qiymətləri var. Dədəmin qiymətini estağfurullah qoyuram. Alırsınız, alın. Almırsınız. Allah. Pula vurduk. Ola gözdə qiymətləri biraz artıram. Hə. Qiyməti sınırda qoymuşam. Elə qoymuşam ki, nə bahalı deyə bilirlər. Ola qiymətləri mən partlayış edirəm. Gözlə indi gör buna nə qoyacağam. 11, 10. Gözlə. 10.8, 10.7. O qiymətləri sənlə baha qoydum. Normal qiymətlə. Buna 12 dollar desəm 13. Onda etiraz edən gördün sən? Mən görmədim etiraz edən. Hamı alır götür. Ola bu Halivin partlatdı. Mən bundan yenə sifariş verim. Bax görsən 649 oldu. Buna 12 eləsəm alarlar. 10, 9, 8, 7, 6.9. Bax, qiymətləri normal qiymətinə qoydum mən. Görək nə olur. Bəlkə bu şeyləri, gündəlik şeyləri də artıraq da. 7-yə yapışdırdım bunu. Zeytun yağını 6-ya yapışdırdım. Çörəyi 3 dollar elədim. Oy bahaymış. Və 2 dollar qalsın 10 sent artırıram. Makaron elədim mən bunu. 2 dollara makaron. Alırsınız alın, almırsınız alın. Bunu 7 dollara yapışdırdım. Gəldi bir çaya. Çayın qiyməti bahalıymış. Görüm nə ucuzda onu
2.23'ə qoy. 2.20 yaxşıymış. 7 dollar deyir bu. Oldu bundan sonra 8. Valla oldu bundan sonra 9. Oldu 10. Oldu 11. Oldu 12. 11.1. Valla etiraz edən yoxdursa bahaya qoyuram mən. Aa 800 manat oldu. 800 dollar oldu. Dəli şeytan deyir bas şeyə. Genişlət. Amma dəli bax, birinci dəli şeytan deyir ki, tez rəf al 2 dənə. Onunla qoy qəşəng. Bir Məncə də, məncə də. o bir dəli şeytan deyir ki, bir 2 rəf al, qalan pulla da malları 2-2 doldurun. Gözləyin hamı satılsın. Allah böyüdər yeri. Bax indi heç nə 2 almıram milyon Xəlil. market olar. İndi heç nə almıram. Satılsın bunlar. Şeydir, bu mallar meyvə boşalsın, sonra səliqə ilə düzəyəmsin. Yaxşı, yaxşı. İstən mən şey edeyim, satış edeyim. Nə vaxt istəsən. Ekran silirəm. Partdaş eləmədi şey. Kayıtda Şeylə. deyilmişik biz. Sən baxım. Oy, videodaymışıq. Ürəyim düşdü. Rəfləri alarsın da, sən rəfləri al qoy. Mən gözü boş dayanmayayım. Rəf alım 2 dənə. 2 dənə rəf məncə bəsimizdir. Onsuz da belə məsələn, bütün mallarımız bizim belə almaq sıfırdan 700-800 dollar yeni istəyirdi. Bu satışla da üstünə qoyarıq da. Məncə ayrı bir bölüm eləyək. Ora şey olsun. Soyuducu. Yaxşı olmadı. 1 santim boşluğu var. Allah bunu elə qoydum ki, təzədən götürə bilmirəm. Ay götürə bilmirəm. Bu niyə belə bağa girdi? Yerini dəyişə bilmirəm. Dəyişə bilmirəm. Hələ çox mal var. Mənim malımız var. 1 santim hələ keçib əsəbdən ölürəm. Satılmır elə biliyordu doldurmuş o. Bugün bugün 795 şeydəyik ya, yəni öndəyik. Mal satış mal almaz adı yox. Qazandığımız pul. Qəşəng qoydum bunu. Ulan heç nə almayaq bax bitənə qədər. Sıfırdan sonra bu da pis oldu. Tam sıfır tutturmağa çalışıram. Mükəmməl. Səliqəli dur. Mən də istəyirəm bir dənə də raf alım pul gəlmişkən. Ya da almayayım, bizim mallar minus tutur. Bir dənə şey al, get xaladelnik al ki şey. 2 soyuducu olsun da məntiqlidir, 2 soyuducu. Yəni şey gör. Qəşəng O göstər. birisi sən bu bir sırafın yanına qoy. Alım da gözdə. Aldım. Oğlu şey bahalıymış ya, 375 imiş. Bunu istəmə belə qoya bilərik bax. Mən belə fikirləşdim. 2 dənə şeyin arasına məsələn, Ola bilər. ya da ki ayrı soyuducu bölüm eləyək. Məsəl üçün bu da bura gəlsin. Məsəl üçün soyuducu da bura gəlsin. Bu soyuducudan nəsə olan yoxdur, adam əsəbləşdirir. Alış-veriş eləyin də.
Bunu da böyle simetrik koyuram. Ah, oturdu şükür. Alamallarımız baga girdi. Salih, buradasan. Mallarımızın çok mallarımız oldu? getdi, soyducu. Xaldeniki yeri dəyişdim. İçindəki dedi mallar yerə töküləcək. Şeydə bir dənə süd qaldı. Yox, satılmışdı onlar, yadımda deyil. O çox mal Satılır qoymuşdu. yəqin. O məncə düzeni çox süper oldu. Baxarsan sən də bu şey yoxdur. Bir divarın kənarından dönəndə pis görsənir. O l kimi yoxdur o şey. Yoxsa nəsə fikirləşib eləyərik. Neçə dəqiqə istəsən videonun? 16. Mallar biraz da satılsın, qəşə bura düzəlirik. Bir $1000 olsun başlayaq. Ha. Birinci o Halivini başını bıraxaq, öz mallarımızı edək, o işıqları bağlayaq, müştərilər narahat olsun. Narahat edeyim səni. 17 dolsun. Mark pəncərə azab təmizləyim. O pəncərə necə işlənir? Yəqin toz müştərilər ağzını batır, ayağını. Müştərilər tüpürür gedir. Olhan məmnuniyyətli deyir, sürətli kasserimiz var. Bugün də qutarsın qəşəng malları düzək. İstəyən inandı, Salih, mən də keçə bilərəm kassaya, əgər sıxılsan zad. Ola yox, bu mallar Kartla qutarsa. tanış gəlir, kartla tanış. Belə girək, yaxşıyam. Manatı xırdalamaq var. Kartla tanış eləyənlərə sayğı. Hörmət, resmi. Ola, bu pəncərə yenə bulaşdı. İndi təmizləmədim, kim sıçdı? Ola, ola südü içib qutardılar. Mən də deyirəm, malları. Ancaq süd gəlir. Məşə mal yoxdur onun. O malları elə bahal qoymuşam. Yəni bir addım yuxarı qaldırmaq olmur. Yəni tam şeyindədir. Məsələn, nümunə. Bu səhər yeməyində südə qatıb şeyləri 3.63-dür. Mən 11.60-a satıram. Olmalıdırlar. Ya da çalmırlar. Görsən heç biri almıyor bu sarıdan. O çörək alacaq yəqin bunlar. Adi çörək alır. Sən al bundan. Ah, aldı. Eşək. Sarıdan aldı. Detaylara baxasan. Bu nə deyir? Bunlar etiraz edir. Baya düşmədim. Yenə çişirəndə bu pəncərə. Pəncərə özü ön pəncərə çişirən ha. Tüpürüb gedirlər o pəncərəyə. Zeytun yağlarını verdi. Ulan indi gözləyirik şeydə gün qutarsın. Mallarımız onsa 0 randa. Bir dənə Halloween qalıb. Onu yavaş-yavaş alırlar. Halloween. İndi bütün pulumuzdan ancaq mal almaq istəyirik. Hərəsindən 2 dənə. Sifariş veririk. Bu 2 dənə zeytin yağının dalında nə olar? Ay müştərilər. Bu 2 dənə zeytin yağını da alın. Şeydən gəliblər, partidən gəliblər. Bax, ancaq Halloween alırlar. Ucaq şeylər. O temaya uyğun geyinənlər. Oğlum, bunlar nə var bu? Oyuncaqları qutardılar. Canavarlar. Hoşum.
Ha bilmədim nədir. Pəncərəmi tikirəm, onu təmizləyim. Bu da nəsə klubada da getmək istəyir. Mən də müştəriyəm. Bir tane bounty, bir tane biscuit. Para ulan. Dışarıdan zarafat etmək üçün gözləyir. Valla hər şey alışveriş $50 diye. Ola pulumuza baxırsan bizim. Ne gözləyək, hərəsindən bir dənə sifariş verərik, bir şey baxıb. Market bağlanmaq istəmir. Alını kaç etsin? Gün bitmir. Allah gün nə vaxt bitir? 22-də qurtarır. Allah alma. Hələ ki al, heç nə alma, bir yerdə alarım. Belə bir şey fikirləş. Kurtardı. Ne kaldı? Ha, her şey kurtardı işte. Nə şey? Oğlum məsəl üçün hər alan şey Allah baxalır. Qiymətləri super utuzdurmuşuq. Soca bombalanlar. Hə, bitdi. Bəli. Marketi tez bağlayıram. Marketi tez bağladım. Allah Salih bax. Salih bax. Ən qıraqdan ola hər şeyi aldılar, hər şeyi. Ən üstdən bir dənə hərəsindən 2 dənə aldım. Görüm nə qədər edəcək. Bir dənə seçirəm. Bax 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 Tamam 1 da Hollywood vurun. Salih, hələ bunlar 437 lirədir. Gəl bunları qoyaq. Gəl. Hollywooddan əl almamışam ha. 2 dənə malımız qaldı demək olar almadım. Ne yana koyuyorum? Ben suları koyuyorum. Gəl hərəsindən yan-yana qoyaq. İkili qoyuruq. Səliqəli görsənsin deyə. Eşək qoy. Suları yukarı koy. Suları yukarı koy. Yaxşı, südü də onun altından qoydum. O səsin az gəldi. Bir dənə sən özü ayarla səs böl. Suyu sonra nerede diye burada. Bu Gel. nerede? Sütü koyuyorum. Bax, çörək südü məncə belə qəşəng səliqəli duraq. Çörək ən üstdə dursun, hamı görsün. Belə qəşəng səliqəli qoyaq. Hə, bu çay. Məsələn, bundan qoymusan harasa? Saçıb qoymayım. Bu çaydan belə. Hə, hara qoydun o? Hə, onun yanına mən də qoyuram. Qəşəng. Sonra makaron getir. Hə, gözü makaron gətirir. Mən sən denən qəşəng, mən də makaronumu gətirdim. Yağı getir bura. Yağı gözlə. Deyəsən yağ harda itib? Ondan qoymuşuq ondan. Deyəsən qoymamışıq. Gözü mən qoyuram. Yağdan deyəsən almamışım. Almışam, tapdım. Sonra ondan qoydum. Ondan gətirdim. Məncə məntiqli düzdür ya. Bax, yağ, un, şəkər tozu, belə lazımlı olan çay. Belə qəşəng səliqəli düzdür. Mən çörəyi bura qoyuram.
Sonra sən onu gətir. Sonra nə qaldı? Bax 2 sıra fəqan. 2 sıra burada qaldı bax. Gəl gətirdim. 2 La dəfə tozun. olmayandan sifariş verdim. Heç sifariş vermədiyimdən. Və qoydum ora. Onları da üstə qoy. Aha, qoydum bunları da üstə. Ay Sonra qoy. şey Abi bu şey istəyir, soyuducu istəyir. Gəl bura, gəl bura qoydum soldan. Ya bu soyuducuya Salih bir dənə sifariş verək. Yoxsa yeni, yəni yeni lisenziya açaq. Nə bilim yapaq da. Açmayaq. Salih gəl 2 dənə su, 2 dənə süd, ondan bir də sifariş verirəm. Gəl. Bax. 1 2 2 süt, 2 su, 2 çelik, 2 yumurta deyirsən. sifariş verdim. Gəl. Mən Gəldim, suyu gəldim. qoyuram. Yuxarı suyu düzünüm, su gətir. Eyni sırayla düzəl şeylə bax ondan. Soldakı ilə eyni sıra getdik. Sonra bunların təzədən qiymətinə baxır. Oğlum market çox zor oldu. Bu şeylərdən getdim. Eyni şeyi də götürür, görsən. Getdim, mən onu götürdüm. Su verməmişəm sifariş. Ala su vermisən, Aha. Şey. İndi bax bu Gəl bir anda çörək eləyək, ancaq çörək vuraq, gedək. yoxsa ancaq çörək eləmək əvəzinə hələ şeylərimiz qalıb, məhsullarımız qaldı başqa. Bir də indi yeni məhsuldan gəlir. Hollywoodları arxaya bir də bura boş. Bir də Hollywoodlarda özü o axırda fikirləşərik. Hollywoodlarda gözə sifariş verin. Hərəsinə 2-2 vur. Hərəsindən 2-2, hərəsindən 2-2. O da 610 dollar elədi. Yəni ən çox eləyən budur, getdik. Gəl, mən düzürəm. Bax bunu çox səliqəli düzməliyik. Hə, qəşəng eyni şeyi götürmüşük. Sən düz. Mən də qoydum bax. Qoy. Qoydum onun yanına. Gəl sonra. Mən bir dənəsə belə götürdüm, baxaq. Səsin nəsə azaldı sən. Bax, yuxarı qoydum, amma fərqli şeydir. Mən bu qoydum. Sən ruhdan qoydun. Gözlə, hər ruhdan gətir qəşəng. Mən pişikdən gətirirəm. Elə qoyaq ki, çaşmayaq. Çaşma. Mən başa düşdüm sən. Mən səliqəli qoyuram. Deyən aşağı qoy. Ay, ora niyə qoyursan? Ora da qoymalıyam. Ora qoymalıyam. Getmədi, ora. Düz qoymuşam. Hə, yaxşı. Düzdür. Ay Allah, sıxışdım. Buna məntiqlə baxacam. Hara qoymuşsan bunu? Bir də birinci olanları düzək. Bəlkə burada artıqdır, rəfimizi keçir. Bildin nə demək istəyirəm? Bu şeydən, ruhdan da qoyum. Öyle tam vurmuşuq. Rəf qoydu da tam. Yəni başqa heç nə qalmadı Hollywoodda. Bir dənə mən. O da qızdır. Onu da gətir. Pişiyi gətirək. Pişiyi də qızdan açsa bu. Çox zor oldu yolu. Yəni videonu bura qədər izləyənlər həvəsləndi. Gözə görəyin altı şey vuraq. Sonra nə edə bilərik? Bir dənə fikir verin. Məncə full çörək eləməyək, qəşəng göstərməyəcək. Onun əvəzinə şey eləyək, məsəl üçün bax. Gözlə bir dənə fikirləşək. Bax yeni lisenziya açaq 400 dollara. Çatmır pulumuz, yox imiş. Yo, nasıl şey gözlə. Məsəl üçün şey vuraq. 2 dənə yağ vururum, 2 dənə yağ. Düzə yorar. Məsəl üçün çörək altı yağ belə səliqəli duracaq. Allah hələ o tərəfdə. Şeydir, aklıma şey gəlir. Ən bahalarını sifariş verək. Bildin nə? Yəni satılacaq ən bahaları qoyaq ora. Məsəl üçün zeytun yağını düzgün elədik, sifariş verdik. 37 dollara bu ikisindən vururam. Bax bundan. Vur ondan. Eci də götürək. Artıq bu sıranı unutmayaq. Bax, ancaq yəni belə qalsın düzənimiz. Bitdikcə qoyaq. 37 dollardan vurdum mən pahalısından. 62 dollarlığa vururam 2 dənə say. Yox, çatmır.
124 dollar. Ayda. Onda şey eləyək. 30 üstüdən vururam. Dur. Hala bu deyəsən xaladenika gedir. Yox, getmir. Boş qalan yerlərimiz oldu bu soldakı rəf. Ona da elə ucuz şeylər qoyum, əsas da olsun, pis görsənməsin. Allah üzünə qoyacaqsın. Bax, 2 dənə bundan makaron. 9.60-a. Ulu çörək daha bahalı deyil makarondan. Yoxsa elə olmadı elə. Nəysə də nəysə alıyorsun. Vurdum. Çatmır, pul çatmır. Şey eləyək. Qoy qalsın, ora boş qalsın. 2 dənə də aldım, 2 dənə də aldım qoca, bu da qoyaq. Acaba bu üstə qoy, qoymara, de bu üstə, ən üstə qoy. Burada başqa makaron da var idi, heç qoymazdım. Hər şeyin qiymətini, hər şeyin qiymətini. Məsələn, 3 manat, 4 manat qoyardı. İndi qiymətləri ayırırıq. Məsəl üçün, mən olsa qəşəng qoyuram qiymətləri. Bax, 3 buna bəslənmiş. 2.9 olmur. 2.8 bunun qiyməti. Bunun qiyməti qəşəngdir. Bu çayın qiyməti 7 dollar. 9 qoya bilirəm, 10 qoya bilirəm, qoya bilmirəm. 9.9 olmur. 9.8, 9.6, 9.5 olmur. 9.3 olmur. 9.2 olmur. 9.10 olmur. Tam 9 qoydum bunun qiymətini. Şəkər tozu 2 dollar olur, 3 olur, 4 olur, 4 olmur, 3 olur, 3.9 olur, olmur, 3.5 olur, 3.6 olmur, 3.5. 3.5 əladır bunun qiyməti. Ayarladım. İndi altdakı bunu ayarlamışam əvvəlcədən. 12 dollar olur. 13 olur, 14 olur, 15 olur, 16 olur, 17 olmur, 16 en bahalı şeyimiz budur deyəsən. 16.6 olur məsəl üçün bunun qiyməti olur, 16.7 olur, 16.8 olmur, 16.7 olur. Bunun qiymətinə çox bahalı elədim, amma zordur. Onun qiyməti 3 olur, olmur. 2.9, 2.30 olur, 2.40 olur, 2.50 olur, olmur. 2.40 qiyməti şeydir. Makaron qiyməti 3 dollar olmur. 2.9 olmur, 2.8 bunu qəşəng qoymuşam. Yağın qiyməti Dəqiqədir. 32. Çavuşa başladı marketi, yoxsa qalsın gələn bölmə marketin atılır. Məncə gözlü bu şey eləyək, bu satışlarımız da getsin. Bu gün də qutarsın, şey eləyək. Onda baş atıram marketi. Gözə qoy qiyməti qoyum da. Çox çəkdi axı. Yox, bir dənə bunun qiyməti qaldı. Bu da qoyum sizə. Hollywood'a gözləməm. Hollywood'u mən hamısını ayarlamışam o Hollywood'un. Ən bahalısını qoymuşam onun. Yəni yumurtanı qoymamışam. Yumurta da qoyaq da. Su. Atıram marketi. Başladı. Bir dənə indi mən pulu gözləyirəm. Görüm pulum nə qədər olacaq. Kassada mənəm və. İstən mən olum, fərqi yoxdur. Ya. Gəlin təzə marketimizdə yeni mallar. Yeni mallar. Zeynep sazaqları o qədər qəşəng düzəltdik. İndi gəlib içinə qoy. Gəlməsin, zırt buna. Söydülər bizi. Deyir qızıl qiymətinə qoymuşsunuz. Qoy bahalı almasın. Görsən hansı mala deyir onu dəyişdirir. Baxın. Alırlar. Ama su alırlar ya. Alasız deyirlər deyə. Bahaya qoyur. Görsən hansı mala dedi o qızıl qiymətinə, onu dəyişdirim. Deyəsən yağa dedi zeytunu. Yo. Olur bir dənə mal alır. İndi bu saniyə 75-də. Bu qızdan görə neçə dollarlıq gələcək? Məncə bir 70. Bu qız 20 dollar. Belə də qəşəng. 20 dollar qəşəng 20.
Buradan belə qəşəng qapaq resmi götürüm. Məndən bahalısı gəldi 65 dollar. O deyir ki, mən istədiyimi tapmadım burada deyir. Nə sifariş vermədik ki, biz belə tutmasın. Hər şeydən qoyduq da. Yəni deyir yeni lisenziya açsın 400 dollara. Deyir baha deyir. Görəsən nə bahadır? Yağı düşürdüm qiymətini. 7 deyir. İndi yağın qiymətini düşürtdüm. Görüm bir də deyən olsa, baxım görüm hansı malı şey ediblər. Məsələn, bax, ortadakını götürəcək hansın? Getdi, almadı. Qiymətini düşürdürəm bunu 11 dollara. Görürsən bir dənə malın qiymətini 100 dollar eləsən, bir nəfər alsa belə bəs deyəsən, 2-3 nəfər. Bu nə deyir? Hamı 2 dollarlıq şey alır, gedir süd alır amma. Gör, bəlkə o birisi mallar bahadır. Dəyişdim də bahadırsa deyərlər. Baxın, məsəl üçün hansı etiraz eləyəcək? Eləyən olmadı. Yo, 60 dollar oldu. Bax, Hollywooddan vururuq biz pulu. Ona etiraz edən yoxdur. Bax, səbətlərinə baxıram. 2 dənə boranı alıblar. Hərəsi bir dənə boranı alıb. İndi olursa bir dənə 3 boranı. dənə bu 40 dollar. Pəncərəni təmizləyim. Partlatdıq ha buranı biz. Yeni mal da qoymuram, bəlkə qoyardım. Adılan mala baxım onu. O bu cərcə yavaş-yavaş nəsə düzməyə çalışım ya da ki gözləyək 800 dollar olsun yerimizi böyüt. Yerimizi böyütmə mənası var, yoxdur. Yeni mal almalıyıq lisenziya 400 dollar. Məncə partücüsü yerimizi böyüdək. Hər Bax, şey Ali, yeni şey aldım, yeni lisenziyanı aldım. Baxmaq üçün amma heç nə sifariş verməyəcəm. Bax, yeni gələnləri sədiyirəm. Spagetti gəldi. Pasta müflini gəldi. Bilməm nəsə deyəsən bu kek kimi şeydir. Duz gəldi. Keklər gəldi. Hindistan yağı gəldi. Hindistan dediyim şeydə yer fıstığı yağı gəlib. Bir də ki şey gəlib. Düyü gəlib. Pirinç bilmirəm Azərbaycanda nədir. Pirinç bulgur deyəcəm. O sıra bulgurdur türklərdə. Bir yenə bu çokolad bar istəyənlər gəlib. Yeni şey verdim. Bu günü də bitirək. Salih sən biraz mənə durum kassada. Vaxt keçir. Məsələn 18.6 mükəmməl. Gör qiymətdən baha şikayət edən varsa deyərsən. Dəyişdirək onun üçün. Oğlum, bu mallar satılsa burada sədiyim 4000'lik mal var satılsa. Bıraxım, gözə bu ikisinə vurum. O 75 dollar. Dedim bilə elədim ki, bırax da bildim bunları. Üçün Lagozda video maraqlı olsun da hamı boşuna durmuş. $14. Alaca vur. Bıraktım. Yok, kes istemiyorum. Hollywood ekibi geldi aldı. Kalbin ekibi geldi. 30.8.
46.6. Uşaqlar 2 dənə video çəkmişik. Görürsən birinci hansını yayınlayaq. Bug oldu bir kasada. Pul qaytaranda birinci ayrı qiymət yazır. Sonra riski dəyişdirirəm həmişə. Fəqan. Hı. Ayet elədilər işıqlardan. Bir dənə də işıq qoydum bax yuxarı. Aha, keçmək. Baxın. O beşə rəngi də qoya bilərik. O birisi partda var. Üçüncü əsas bölüm üçüncü olacaq. Həm marketi böyüdəcəyik, həm yeni rəfləri qoyacağıq, həm işıqlar dizaynı zad partladarıq. Bölüm də süper oldu məncə. Rəfləri qoyduq, mallarımızı elədik. Bu bölüm yəqin hamısı satılmayacaq. Bu bölümdə də. İndi son gündə. Market tam işıqlı. Biz yeni rəfədə şeyləri qoyarıq, yeni gələn mallar. Biz yeni 8 dənə mal açılırsa, o rəfə tam sığar. Yeni neçə dənə mal gəldi? Bugün bir tane de report için. Görüm ben yeni neçə dənə mal gəldi bizə. 1, 2, 3, 4, 5, 6. 6 mal gəlib, az gəlib. Tam şey bir tane de doldurmadı. gün bir tane de keçmə, bir tane baxaq görək nə qədər qazandıq, nə bilim nə. Yox, keçməyəcəm, ona baxacam elə. Əsas odur. Məncə bugün az qazanmışıq. Biz sən nəyə görə? 2000 zat pul, 1500 zat, 1700 pul xərclədik. Hələ alış-veriş az oldu deyə. Yəni amma bundan sonra hələ vuracağıq da pul. 2 günə zat pulumuz onsuz da üstünə çıxacağıq. Burada bütün mallar satılsa ən az sənə deyim ki 4-5 minlik pulumuz var. Aha, konkret 4000 var. 4000 də yox, 2800, 3000. Amma yəni 1000 vurmuşuqsa 1500-də biz alış-veriş elədik. Yəni pulumuz sıfırlandı. Biz onun 3 qatını vururuq elə. 3 qatını hələ mən qiymətini qoyuram, hələ oradan da. Ala, müştəri qalmışdı şeydə sıfırlandı. Ala oxuya bilmədim, mən onu keçdim. Sən dedin əl yadımdan çıxır. Nə qədər yazdı pul? Baxmadım, mən də müştəriyə baxdım. Deyəsən mən də otomatik keçdi, mən keçmədim, bağlandı şey, kassada olduğuma görə. Alınıcı qapının önündə o videonu bitirək. Ya da son müştərini yola salıyıq. Ayıqdır. Onunla gələn bölümdə bu işıqların yerlərini dəyişdirərik. Hər dibə bir dənə məsəl üçün yumru qoyarıq. Ortadan 1, 2, 3, 4, 5, 6 uzundan qoyarıq. Bəli. Marketin işığını açıq qoyaq necə. Sən qapının önünə keç, sağ ol. Dəqiqə. Bir dəqiqə. Uşaqlar, bu videoda belə olsun. Üçüncü part yaxında gələcək. Onda nə deyirik? Bu qədər olsun. Gələn videoda görüşmək ümidi ilə. Sağ olun. Salamat qalın.